Məqamı gəlib, bu məqamı mən altını çizmalıyam. Mən zaman-zaman sizə danışıram ki, kaş ki təsəvvür eləyəydi Azərbaycan xalqı ki, biz hansı fürsətləri itirmişik. Hansı fürsətləri itirmişik. Baxın, təkcə bizim gördüyümüz o oğurluqlar, korrupsiya halları deyil bizim itirdiklərimiz. Biz həyata keçirə bilmədiyimiz o layihələr ki vardı, onlardan dəhşətli itkilərə məruz qalmışıq. Biz nələr eləyə bilərdik? Bir anlıq təsəvvür eləyin ki, həmin o 90-cı illərdən Bakı-Ceyhan işləməyə başlayandan, Azərbaycanın neft pulları gəlməyə başlayan zamandan Azərbaycan düzgün idarə olunsaydı, Azərbaycanın neft pulları oğurlanmasaydı, Azərbaycanın neft pulları dərhal pul qazanmağa yönəldilsəydi, Azərbaycanda müasir istehsal yaradılsaydı, Azərbaycanda yaxşı təhsil sistemi qurulsaydı və nəticə etibarilə indi Azərbaycan harada ola bilərdi. Baxın, mənim 97-ci ildə o zaman Milli Məclisdə olanda çıxışım olub ki, Azərbaycana Allah böyük bir neft sərvəti verib, biz onu ancaq xam neft kimi satmalı deyilik. Biz onu emal edib 2-3 dəfə artıq qiymətə satmalıyıq. 97-ci ildə mən bunu deyirdim. Eləmədilər bunu. Eləmədilər. Ən sonda aparıb deməli o neftarima zavodunu Türkiyədə tikdilər. Onun xeyrini kim görübsə desin. Bax, Türkiyə qoyulan o 17 milyardlıq sərmayədən, o Star neftarima zavodundan, orada açılmış başqa müəssisələrdən Azərbaycan dövləti indiyə qədər nə qədər qazanıb onu kim bilirsə yazsın, bu çıxışı harada görürsə onun şərh bölümünə. Yoxdur. O pullar başqa məqsədlər üçün istifadə edilir. Hansı ki Azərbaycanda o neft pulları düzgün idarə olunsaydı, qeyri-neft sektorunun inkişafına sərf edilsəydi, insan faktoruna, təhsilə həsr edilmiş olsaydı, yeni iş yerlərinin, yeni istehsal sahələrinin yaradılmasına sərf edilsəydi, Azərbaycan indi tanınmaz olardı, əziz həmvətənlər. Ona görə də baxın fərqə. İndi o balaca Qətər Amerikadan 40 milyard dollarlıq silah alır. 40 milyard dollarlıq silah, təsəvvür edin. Bizim böyük deməli dostumuz, qardaşımız Türkiyə 23 milyardlıq bir silah müqaviləsi imzaladı keçən il Amerika ilə F-16'lar, F-16 motorları, raketlər və s. Bu Türkiyə üçün çox bir fövqəladə bir başarı idi ki, bir dəfiyə 23 milyardlıq silah alacaq. İndi 2,7 milyon əhalisi olan, xəritədə tapmağa çətinlik çəkəcəyiniz Qətər dövləti 40 milyardlıq müasir Amerikan silahı alır. Azərbaycanın indiyə qədər bir dəfiyə imzaladığı ən böyük ticarət, demək silah ticarəti müqaviləsi Pakistandan alınan təyyarələr olub. 1,7 milyarda almışıq. 1,7 milyard bu boyda Azərbaycan və 40 milyardlıq bir dəfiyə silah alan Qətər. Onun qabağında durmaq olar, belə idarə etmə olsaydı Azərbaycanda. Bax, düşünün bunu. Mən rəqəmlərlə sizi çox yormaq istəmədim. Ona görə də yalnız ən vacib olan bir neçə rəqəmi səsləndirdim ki, həmin neft qaz satmaqla Qətər kimi möcüzə yaratmaq olardı. Amma İlham Əliyev Azərbaycan kimi negativ möcüzə yaratmağı seçdi və bu qədər nefti qazı olan ölkə 25 ildən sonra da bütün ixracatının 90% yenə də neft qazı bu möcüzəyə əl atıb və digər bir möcüzəni yaradıb ki, bu qədər nefti qazı olan ölkə, 20-dən artıq ölkəyə neft qaz satan ölkə büdcəsini sizin cibinizə girməklə cərimələrlə doldurur.